Əksər özəl məktəb və liseylərə şagird qəbulu başlayıb. İllik təhsil haqları 4500 manatdan başlayaraq 55.000 manata qədər yüksəlir. Qiymətlərin bu qədər yüksək olmasının əsas səbəbi yüksək təhsil keyfiyyətidir deyilir. Belə ki, əlaqə saxladığımız əksər belə təhsil müəssisələrindən tədrisin xarici metodlarla keçirildiyi, yüksək səviyyədə psixoloji xidmətlərin göstərildiyi, servis və qidalanmanın olması, bununla yanaşı xarici universitetlərə qəbula da 100% zəmanət verildiyi bildirildi. Elə uşaqlar var, tanıyıram ki, özəl məktəbdə oxuyub, o qədər də pul verib valideynlər həqiqətən, ancaq uşağın öz biliyi yoxdur. Uşağın öz biliyindən asılıdır hər bir şey. Qohumlarda da var da. Verirlər o qədər pul, amma uşaqlarını yenə əlavə müəllim tutub hazırlaşdırırlar. Təhsil haqqını hədsiz çoxalırlar, amma keyfiyyətli o deyil. Heç dərs də keçmirlər, yəni özəl dərslər keçirirlər, amma heç onun da keyfiyyəti yoxdur. Təhsil eksperti Səbuhi Abdullayev də deyir ki, bəzi özəl lisey və məktəblərdə təhsilin keyfiyyəti tələb olunan təhsil haqlarına uyğun deyil. Qiymətlərin bu qədər baha olması təbii ki, o da təhsilə uyğunsuzluq təşkil edir. Əsas səbəblərdən biri budur ki, həmən təhsili kənarda daha az qiymətə almaq olar və yaxud da ki, dövlət məktəbində oxumaq şərti ilə əlavə kompetensiyalar artırmaqla, xarici dil biliklərini, eyni zamanda xarici təhsil üçün olan xüsusi SAT proqramlarını və digər proqramları daha aşağı qiymətdən öyrənmək olar. Düşünürəm ki, bu qiymətlərə uyğun olaraq verilən tədris, təlim və digər planlaşmalar qiymətdən kifayət qədər yüksək təşkil edilir. Qeyd edək ki, bu təhsil müəssisələrində tədris dilinə, məktəbin yerləşdiyi əraziyə, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma növünə, məşğələlərə, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə qiymətlər dəyişir. Aylin Rəsulzadə, Ayşən Sərdar qızı, Davud İbrahimov, Xəbər ertəsi.